Bugün mən sizi Aras supermarketlərdə Tac markası adı altında satışda olan paxlavaların istehsal prosesi ilə tanış eləyəcəm. Qeyd edim ki, Köz Künəfə 1977-dən Xüsusi Usta MMC şirkətində Azərbaycan və Türk paxlavaları hazırlanır. Paxlavanın hazırlama prosesi bu otaqda başlayır. Öncədən hazırlanmış ham mallar mikser qazanlarına yerləşdirilir və xəmir yoğrulur. Hazır olmuş Türk paxlava xəmiri xəmir açan maşınına yerləşdirilir və lazım olan incəlikdə bizə xəmir verir. Milli paxlava xəmiri isə əl ilə açılır. Hazır olunan xəmir kəsilir və lazımı olan çəkidə çəkilir. Bundan sonra isə paxlava yığımı başlanılır. Bura bişirmə otağıdır. Hazır olmuş paxlavalar öncədən isidilmiş sobaya yerləşdirilir. Hazır olmuş paxlavaya şərbət əlavə olunur. Milli paxlavanın xəmiri öncədən müəyyən edilmiş çəkidə kəsilir və kündələnir. Ondan sonra xəmir yayılır və ən son paxlava yığımına başlanılır. Hazır olmuş paxlava bişirmə otağına gətirilir. Üzərinə yumurta vurulur və bəzək üçün qoz qoyulur. Ondan sonra öncədən isidilmiş sobaya yerləşdirilir. Paxlava hazır olunduqdan sonra üzərinə şərbət vurulur. Hazır olunmuş Türk və Bakı paxlavası 350 qram çəki ilə qablaşdırılır və Aras supermarket şəbəkələrinə göndərilir. Nuş olsun.